Bu günlərim Rus partiyası haqqında danışmaq istəyirəm. Rus partiyası deməli bildiyimiz kimi Y4, Y5, ATF3, ATF6 gedişlərindən sonra yaranır Rus partiyası. Deməli bu tələ qaralara tətbiq olunan bir tələdir. Burada biz oynayırıq fil C4. Fil C4 oynadıqdan sonra qaralar görür ki, Y4-dəki piyada qorumasızdır və piyadanı götürürlər atla və biz də F7-dəki piyadanı vururuq fillə, yəni oynayırıq fil F7. Ondan sonra qaralar burada məcbur olur fili götürmək, çünki götürməsələr, məsələn oynasalar şah Y7, yəni burada ən azından öz piyadamızı qaytarmış oluruq. Yəni piyadalar sayısı eyni olur və qaraların şahı artıq yerindən tərpəndiyinə görə qala qurma eləyə bilmir. Yəni bu əlbəttə ki, onlar üçün pis bir haldır. Ona görə fili götürmək məcburiyyətinə qalırlar. Biz də Y5-dəki piyadanı vururuq. İndi burada şah üçün müxtəlif gedişlər var. Biz gəlib başlayaq ən sadəsindən. Fil, daha doğrusu at J8-dən. At J8 oynadıqdan sonra biz burada rahat qala qurmamızı eləyirik. Çünki öz şahımızı təhlükəsiz bir yerə çəkdikdən sonra artıq onların şahına hücum eləməliyik. Burada ən populyar gedişlərindən biri D6-dır. D6 oynadıqdan sonra burada gözəl bir gediş var. Adətən gözə çarpmayan bir gedişdir. Oynayırıq vəzir F3. Vəzir F3 oynamaq mənası nədir? Deyək, vurdular bu atı. Fikir vermədilər. Və burada artıq görürük ki, 2 gedişlik artıq 2 yox, 3 gedişlik mat olur. Vəzir B3. Burada fərqi yoxdur. Fillə qurulsa da yenə mat və yaxud biraz uzadıb vəzirlə qoruyub yenə də həmin matı qoyuruq. Yəni burada belə oynaya bilərik. Deməli, bundan sonra qaralar nətər oynaya bilir? Deyək ki, oynadılar şah Y8-ə qayıtdı. Y8-i şahla qayıtdısa, biz H5-dən şah veririk. Vəzir H5 şah. Burada misal üçün qorumaq istəyirlər əyərsə qaralar piyada ilə. Biz piyadanı vurduqdan sonra götürəndə bizə